Trump verdiyi bəlkə vardı, hərbi əməliyyatlar başlayanda, yəni 4-6 həftəlik müddət, yəni həmin müddətdə hərbi əməliyyatları yekunlaşdırmaq istəyində görünür. Yəni 4-6 həftə, haradasa aprel ayının birinci 10 günlüyünə və ya birinci yarısına təsadüf edib və həmin müddətdə hərbi əməliyyatları bitirəcəyinə dair bu vədinə əməl edəcəyini demək istəyir. Ancaq bu məsələ nə qədər realdır, nə qədər mümkün olacaq? Bilirsiniz, o məşhur bir ifadə var, deyir ki, müharibəni başlamaq asandır. Yəni, onun vaxtını demək asandır. Amma onun nə vaxt bitəcəyini demək çətindir, qeyri-mümkündür. Bax, bu baxımdan heç kim müharibənin nə vaxt bitəcəyini proqnozlaşdıra bilmir. Bu baxımdan da Donald Trump'ın verdiyi vədə əməl edəcəyi hələlik ki, real səslənmir. Bugünün prizmasından baxsaq. Ancaq Donald Trump'ın müharibədən geri çəkilmək və artıq öz məqsədinə çatdığını, yəni burada o özünü bir növ qalib tərəf kimi təqdim edir və qalib tərəf kimi artıq öz məqsədinə çatdığını göstərməklə geri çəkiləcəyini bildirməklə demək olar ki, hərbi əməliyyatları yekunlaşdırdığını və artıq bir növ Amerika üçün bir İran probleminin qalmadığını nümayiş etdirməyə çalışır. Lakin gəlin məsələnin digər tərəfinə baxaq. Doğrudanmı nüvə proqramı, İranın nüvə proqramı ilə bağlı məsələlər öz həllini tapıb? Doğrudanmı İran rejimi dəyişib? Yəni biz bunları real görmürük. Yəni bunların heç bir əslində baş verməyib. İranın nüvə proqramının həlli necə təklif olunurdu? Yəni təklif olunurdu ki, İran ya beynəlxalq öhdəlik götürsün, nüvə proqramının həlli ilə bağlı konkret öhdəliklər götürsün və sonra da həmin o zənginləşdirilmiş uran ehtiyatını ya Amerika Birləşmiş Ştatlarına, ya beynəlxalq atom enerji agentliyinə təhvil versin. Ən pis halda isə üçüncü bir ölkəyə, yəni konkret Rusiyanın adı çəkilirdi ki, üçüncü dövlətin ərazisinə daşınmasına razılıq versin. Yəni İranın əlində zənginləşdirilmiş uran ehtiyatı qalmasın, İranın əlində bu məqsədlə istifadə olunan sentrifuqalar və laboratoriyalar qalmasın və İran bir mənalı şəkildə beynəlxalq öhdəlik götürsün ki, o heç vaxt deməli nüvə silahı əldə etməyə qarşısına məqsəd qoymayacaq və bundan da istifadə etməyəcək. Hətta bilirsiniz ki, 2013-cü il yanvarın 16-sında İranın keçmiş ali rəhbəri Ayətullah Seyyid Əli Xameneyinin bir fətvası var və həmin fətvaya görə nüvə silahı, ümumiyyətlə kütləvi qırğın silahı haram hesab olunur və bunu əsas gətirərək İran rejimi bildirirdi ki, biz kütləvi qırğın silahını əldə etmək niyyətinə deyilik və məqsədimiz də heç də sadəcə olaraq uranın zənginləşdirilməsindən dinç məqsədlər üçün istifadə etməkdir. Ancaq burada bir yayındırıcı məqamlar var idi. Əslində fundamental İslamda nüvə silahlı anlayışı yoxdur. Şəriətdə nüvə silahı anlayışı yoxdur. Yəni əgər İran bu qədər şəriət qaydalarından danışırsa, hər şeyi şəriətlə əlaqələndirirsə, necə ki, an-ban biz edam cəzalarının şahidi ola bilirik və əslində qətl hadisələri törədir. Rejim faktiki qatil imicindədir hal-hazırda günahsız insanların edamı ilə məşğul olmaqla və bütün bunları üzdə şəriət qaydaları ilə əlaqələndirərək bunu həyata keçirdiyini bildirir. Hansı şəriət qaydası da əlbəttə ki, bu da sual altındadır. Ancaq digər məsələlərdə işinə yaramayanda niyəsə şəriət qaydaları yadına düşmür. Onun həyata keçirdiyi edamlar, üzr istəyirəm, edam edilməsi üçün yaşı düşməyən genç qızların
zorlanması, ləkələnməsi, bu kimi, yəni İslamın, şəriətin, dinin adından istifadə edib bu kimi cinayətlər törətmək, gənc uşaq, gənc deyilən, üzr istəyirəm, az yaşlı uşaqları, yeniyetmə, az yaşlı, bəli, 12-13 yaşında uşaqları cənnətə getmək adı ilə ölümə göndərmək, müharibəyə göndərmək, yəni bundan böyük həyatda cinayət yoxdur. Və ya etirazda iştirak edib deyə özünün siyasi haqqını və yaxud da sosial haqqını tələb edib deyə hansı şəriət qaydasında, hansı İslam qanunlarında həmin şəxsi edama göndərmək qaydası mövcuddur? Bu da əlbəttə ki bir retorik sualdır. Yəni bu sadəcə olaraq gözdən pərdə açmaq idi və məqsəd o idi ki, müəyyən hansısa bir məqama çatanda İran özünün müdafiə hüququ adı altında deməli, həmin fətvadan yayınıcıydı və bunu da elədilər. Xamneyinin ölümündən sonra həmin fətvanı qüvvədən düşmüş elan elədilər və artıq indi də nüvə silahlarının yayılmamasına dair beynəlxalq konvensiya, deməli, konvensiyadan çıxdıqlarını bildirirlər. Bütün bunlar göstərir ki, istənilən vaxt onlar nüvə silahı əldə edə bilərlər, istənilən vaxt İran həmin silahı başqa dövlətlərə, başqa xalqlara tətbiq edə bilər. Bilirsiniz, mən çox təəssüf edirəm ki, sadə Amerika vətəndaşları təhlükənin nə qədər ciddi olduğunun fərqində deyirlər. Məsələn, indi Trump əleyhinə bilirsiniz ki, Birləşmiş Ştatlarda etiraz aksiyaları keçirilir, müharibənin dayandırılır. Ancaq onlar sanki bir növ belə deyək də, bizim İran bizim düşmənimiz deyil kimi, yaxud bu müharibə bizə lazım deyil kimi bir mövqedən çıxış edirlər bəzən. Ancaq onu anlamırlar ki, siz İrana düşmən kimi baxmazsanız da İran sizə düşmən kimi baxır. Necə ki, konstitusiyasında da baxır, bunu ifadə edir. Sizin mövcudluğunuzu qəbul etmək istəmir və istənilən vaxt hər cür terrora, hər cür cinayətə əl atmağa hazırdır. Bax, bu məsələlər var. Ona görə də mən düşünürəm ki, İranın nüvə proqramından imtina etməsi, yəni İranın nüvə proqramı məsələsi həllini tapmayıb və bu məsələnin öz həllini tapdığını iddia etmək fikrimdir daha çox Trump bu məsələnin daxili auditoriya təzyiqlər qarşısında, yəni o etiraz aksiyaları qarşısında, müxalifətin təzyiqləri qarşısında daxili auditoriyaya yönəlmiş bir mesajdır. Digər tərəfdən də müəyyən bəzi ərəb ölkələri bilirsiniz ki, narazılıq edirlər təhlükəsizlik problemlərinə əlaqədar. Ola bilsin ki, və neftin qiyməti ilə əlaqədar, ola bilsin ki, həmin ərəb ölkələri sakitləşdirilməyə hesablanmış bir adımdır. Ancaq Trump bir müddət nə demişdi öncə? Bir müddət öncə dedi ki, biz çalışırıq ki, hər 2 ildən bir bura qayıtmayaq. Yəni biz yenidən müharibə etmək üçün İrana qayıtmayaq, məsələni bir dəfəli həll edək. Ona görə də müharibənin davam edəcəyini düşünürəm və İranın müdafiə naziri, Amerika Birləşmiş Ştatları müdafiə naziri Pete Hegseth də bildirib ki, yəni biz 4-6 həftədə deyə bilərik, 6-8 həftədə deyə bilərik, daha çox vaxt deyə bilərik. Bunu heç kim konkret deyə bilməz. Bax, bu baxımdan da müharibənin davam edəcəyini mən hesab edirəm ki, mümkün, daha doğrusu müharibə davam etməsi ehtimalı daha çoxdur. Xüsusilə də indi bilirsiniz ki, İran sərhədinə quru qoşunları yığılır və İrana qarşı bir quru əməliyyatının keçirilməsi ehtimalı var və bu məsələnin gündəmə gəlməsi müharibənin uzanması ehtimalı daha da artırır. Bir də bilirsiniz, burada İsrail faktoruna nəzər almaq lazımdır. İsrail, məsələn, İranda, məsələn, Trump deyir ki, İranda rejim artıq dəyişib, amma İsrail belə hesab etmir. Ona görə İsrail hərbi əməliyyatların davam etdirilməsində maraqlıdır. Bugün Amerika Birləşmiş Ştatları çəkilsə belə, İsrailin tam çəkiləcəyini mən düşünmürəm. Çünki bilirsiniz, İsraildə oktyabr ayında parlament seçkiləri keçiriləcək. Və bu seçkilərdə baş nazir Benjamin Netanyahu'nun liderlik etdiyi radikal qüvvələr müharibəni davam etdirməklə cəmiyyətin dəstəyini qazanmağa çalışırlar. Müxalifətdə də sağ qanat, yəni ultra sağ qanat var. Məsələn, Naftali Bennetin o dini kəsimə
elektoratına olan böyük deməli iddiası var. Yəni öz tərəfinə çəkmək üçün seçkilərdə qalib gəlmək. Onlar da mühafizəkar qüvvələrdir. Bax, bu baxımdan bir rəqabət var seçki öncəsi və çalışır ki, Benyamin Netanyahu oktyabr ayında keçiriləcək seçkilərdə qalib gəlsin. Ona görə də xaricdə bir düşmənə qarşı mübarizə bugün İsrail cəmiyyətini onun ətrafında birləşdirə biləcək əsas faktor kimi çıxış edir. Bu baxımdan da mən düşünürəm ki, hətta müharibə bugün dayansa belə bu qısa müddətli bir atəşkəs ola bilər. Yəni razılaşdırılmamış atəşkəs və qısa müddətdən sonra yenidən pozula bilər. Yəni müharibə fasilələrlə davam edə bilər. Ona görə də bilirsiniz, üstəlik ki, İrandakı rejimin dəyişdiyini iddia etmək qeyri-mümkündür. Çünki İrandakı hakimiyyət, yəni 1979-cu ildən bəri davam edən o 47 illik hakimiyyət hələlik öz siyasi kursunu qoruyub saxlayır. Məncə burada daha çox Trump həm də ümid edir ki, artıq onlar çəkilib geçsələr, müharibə dayansa, İran daxilində müəyyən bir etirazlar baş qaldıra bilər və cəmiyyət artıq mövcud rejimin qalıqlarını devirə bilər. Ancaq rejimin müqaviməti göstərir ki, hələ də onlar müəyyən qədər öz gücünü qoruyub saxlaya bilirlər. Və bu gücü tam, belə deyək də, sıfırlayana qədər müqavimət potensialını tam aradan qaldırıb zəiflədənə qədər hərbi əməliyyatlar davam edəcək və bu məsələdə ərəb ölkələrdə, xüsusilə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı çalışırlar. Deməli, Amerika Birləşmiş Ştatlarının prezidenti inandırsınlar ki, İran böyük təhlükədir və bu təhlükənin müqavimət gücü tamamilə zəiflədilənə qədər hərbi əməliyyatlar davam etməlidir. Ona görə də, çünki Hörmüz boğazı ətrafında baş verən proseslər də göstərdi ki, İranın hazırda mövcud olan hərbi potensialı beynəlxalq ticarət münasibətləri üçün, yalnız Amerika Birləşmiş Ştatları, yalnız İsrailin maraqları üçün deyil, həm də beynəlxalq ticari münasibətlər üçün ciddi təhlükə yaradır. Bax, bu təhlükəni aradan qaldırmaq üçün hərbi əməliyyatların davam etdirilməsi mümkün ola bilər. İndi Trump bunu deyib, burada mən düşünürəm ki, yenə deyirəm, həm ölkə daxilində gedən mitinglər, həm müxalifətin təzyiqləri fonunda bunu deyə bilər. Ancaq bir mənalı şəkildə demək ki, biz öz məqsədimizə çatmışıq, bu real görünmür. Əgər məqsədinə çatsaydı Trump, İran ətrafına qoşun yığılmazdı, hərbi əməliyyatları davam etdirməzdi. Ona görə də bugün İran rejimini ayaqda saxlayan hansı ki ideoloji liderlər ki vardı, vaxtilə İslam inqilabının baş verməsindən bu yana onun əsas sütunları olublar. Məsələn, bugün onlardan biri Ali Məhkəmə Hakimiyyətinin rəhbəri eşiyinin öldürüldüyü barədə məlumat yayılıb. Yəni, bu adam qatildir, cinayətkardır və minlərlə insanın bir neçə dəqiqəlik məhkəmələrlə həyatına deməli həyatına son qoyulmasına, edamına qərar vermiş adamdır. Bu kimi adamlar tamamilə aradan qalxmayana qədər İranda hansısa bir rejim dəyişikliyindən söhbət gedə bilməz. Yalnız o halda bu mümkün ola bilər ki, artıq İranın deməli bugün əsas siyasi, hərbi, ideoloji gücünü əlində saxlayan, nəzarət edən bütün proseslərə deməli mərkəzdən o idarə etmə mərkəzi artıq dağılsın, aradan qalsın və cəmiyyətdə bir necə deyərlər, mərkəzdən qaçma prosesi başlasa, o zaman demək olar ki, hə. Ancaq bugün İranın qalmasında biz unutmamalıyıq ki, Rusiya və Çin də maraqlıdır. Bax, bu prosesi qarşısı alınana qədər düşünürəm ki, Amerika Birləşmiş Ştatları hərbi əməliyyatları davam etdirməlidir. Əgər davam etməsə, o zaman bir növ İranın Amerika Birləşmiş Ştatlarının və İsrailin əleyhinə bir məğlub təbliğatı gedəcək.
2023-cü ildə bilirsiniz ki, Səudiyyə Ərəbistanı ilə və İranı barışdırmaqla Çin yaxın şərqdə özünün hegemoniyasını təmin etmiş oldu və qüvvələr nisbətini özünün xeyrinə dəyişmiş oldu və o vaxt ərəb ölkələrinin də deməli İbrahim sazişlərinə qoşulması prosesi yarımçıq qaldı və Səudiyyə Ərəbistanı da bu prosesdən döndü və Çin İrana investisiya Səudiyyə Ərəbistanı investisiya qoyuluşuna dair müqavilə də imzaladı. Bax, indi isə bu müharibə imkan verib ki, Birləşmiş Ştatlara həmin o balansı öz xeyrinə dəyişsin. Yəni, ərəb ölkələrinə qarşı müharibə, o cümlədən də deməli, İranla Səudiyyə Ərəbistanı arasındakı keçmiş düşmənçiliyin yenidən bərpa olunması qüvvələr nisbətini tamamilə dəyişib. İndi yenidən əslində biz bilirik ki, burada bir pərdə arxasında Çin-ABŞ döyüşü gedir. Və bu döyüşdə ABŞ-ın geri çəkilməsi istər-istəməz Çinin regionda yenidən üstünlüyünü təmin edə bilər. Bax, bu məsələdə onda Trump Çinə may ayında səfər edəndə hansı əlini gücləndirən amillərlə gedəcək? Hansı məqsədinə nail ola biləcək? Mən buna inanmıram. Və əslində Pakistanda gedən danışıqlar da bilirsiniz ki, Pakistan Çinin yaxın müttəfiqidir, dostudur və Çinin təsir dairəsində olan bir ölkədir. Ona görə də Pakistan platforması... Amerika ilə də kifayət qədər yaxşı əlaqələri var amma. Amerikanın da keçmiş müttəfiqidir və eyni zamanda Sülh Şurasının üzvüdür Trump'ın yaratdığı. Ona görə də Pakistan bir ortaq platformaydı. Çinlə Pakistanın, Çinlə Amerika Birləşmiş Ştatlarının bir ortaq platforması kimi o çıxış etdi və sülh danışıqlarına nail oldu. Türkiyə də bu kursu dəstəkləyirdi. Amma məsələ burasındadır ki, görünür ki, İran rejimi hələlik heç kimi deməli, qəbul etmək fikrində deyil, ancaq özünün o ısrarlı mövqeyində qalır və yenə də o vaxtilə yaradılmış o yaşıl zolaq, yəni orta şərqdə yaradılmış SSR-nin təbliğatının, SSR-nin ideoloji və siyasi təsirinin Cənub orta şərqə yayılmasının qarşısını almaq üçün yaradılmış o yaşıl zolaq hələ təhlükə mənbəyi olaraq qalır və o yaşıl zolağın rəngi dəyişməyənə qədər oradakı rejim aradan qalxmayana qədər təhlükəni soğuşmuş hesab etmək olmaz. Ona görə də yəqin ki, müharibənin yenidən başlanması üçün bir müddətdən sonra yeni argumentlər ortaya çıxır.